Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Biləcəridə 92-170 marşrutlarından 300-400 metr məsafədə tam təmirli, yaşayışlı bir həyət evimiz satışa çıxır. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətində videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, həyətə bir maşınlı rahat daxil ola bilir. Gördüyünüz kimi ev kürsülüdür, ardasa təxminən 5-6 daş kürsüdə inşa olunub, ev qoşa daşdan inşa olunur. Gördüyünüz kimi də bu həyət yanı sahəsidir, evin xarici görünüşüdür, çöldən də fon şəklindən bəllidir. Həyət yanı sahəni bir dənə də buradan belə çəkirəm. Gördüyünüz kimi həyət yanı sahəsi rahat bir maşın daxil ola bilər. Bu şkaf buradan çıxandan sonra rahat daxil olur. Ev sahibi də özü bir şkafa aparacaq. Buradan daxil oluruq evin içinə. Girən kimi böyük bir dəhlizdir. Ev sahibi burada bir mətbəx yığdırıb membrandandır. Demək, burası, bu hissəsi mərmərdəndir üstü. Ev həqiqətən səliqəli, səhmanlı bir evdir. Demək, burada bir balaca yataq otağıdır, uşaq otağıdır. Evin yeri yaxşı yerdə yerləşir, hörmətli izləyicilər. Yola da yanı ilə çox uzaqdır, marşrutlardır. Demək, meyvə bazarıdır, məktəbə yaxın ərazilərdir. Yeri yaxşı yerdir. Uşaq otağını çəkdik. Burada bir yataq otağıdır. Gördüyünüz kimi yataq otağı. Təxminən hardasa 14-15 kvadrat olar. 12-14 kvadrat ölçüdə olar. 15 olmasa da 12-14 civarında olar. Gördüyünüz kimi burada bir ayrıca yataq otağıdır. Aboyları açıq aboylardan istifadə olunub. Qapıları açıq qapılardır. Ev yaşayışlı evdir. Təmir qaydasındadır, normaldır. Yəni, kim alsa, ehtiyac yoxdur xərc çəkməyə, təmiri qaydasındadır. Bu hissəsi də sanuzel hissəsidir. Gördüyünüz kimi də təmiri qaydasında bütün aksesuarlar qurlaşdırılıb, kombi sistemi də sistemləri qurulub, sadəcə kombisi yoxdur. Alan adam özü sistemləri, sistem çəkilib, sadəcə ev sahibi İran peçindən evi qızdırır. Gördüyünüz kimi də bu hissəsi də bir qonaq otağıdır. Qonaq otağı da normal hardasa 20-22 kvadrat olar təxminən. Ölçü deyirəm, hörmətli izləyicilər. Nəzərinizə çatdırıram, kimlərsə evin satmaq istəyirsə 055 389 3808 nömrəsi ilə əlaqə saxlasın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Əmlak səhifələrində evlərimizi izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, zəng vuran zaman kodları yaddan çıxartmaq olmasın. Zəng vuran zaman kodları mütləq götürmək lazımdır, hörmətli izləyicilər. Yenə qeyd edirəm, ev yoldan 300-400 metr məsafədə. Meyvə bazarlarıdır, marketlərdir, məktəbdir, marşrutlardır. Hər şey yaxşı, normal yerdə yerləşir. Bir maşınlıq həyətdir. Evin qiyməti də 65.000 start qiymətdir. Real alıcı olsa endirimi birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü də hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana